Hörmətli tamaşaçılar, bir son dəqiqə xəbəri ilə qarşınızdayıq. Deyəsən sizinlə birlikdə tarix anları yaşayırıq. Çünki bir qədər əvvəl Badamdar səmasında qeyri-adi hadisə baş verdi. Söhbət nədən gedir, az sonra biləcəksiniz. Bəli, artıq əməkdaşlarımız da xəbəri təsdiqləyirlər. Belə ki, hədəf Stars raketinin enişi baş tutur elə bu dəqiqələrdə. Nəzərinizə çatdırım ki, Hədəf liseyinin qurucusu Şəmil Sadiq da komandası ilə birlikdə Hədəf Stars raketinin enişini həyəcanla izləyənlər arasındadır. 3, 2, 1... Və budur, Hədəf Stars International Campus artıq Badamdarda fəaliyyətə başladı. Unutmayın, bu sadəcə bir məktəb deyil. Bu, hədəfi böyük olanların məktəbidir.